Nəzərə alsaq ki, istifadə etdiyimiz məhsulun quru versiyası, yəni bu suludur, metal örtüyə vurulub quruyur qalır. Bu isə məhsulun quru versiyasıdır. Bundan mağazamızda satışda var. 2-likdən tutmuş 10-luğa qədər var. Biz bundan nə iş görürük? Bundan bu işi görürük ki, gördüyünüz kimi Penaplex məhsulunu artıq yerləşdirir ora. Çünki ondan arxaya artıq karnizdir. Yəni karnizin üstünü izolyasiya etməyi heç bir halda tövsiyə eləmir. Çünki nəzərə alsaq ki, orada dəyişiklik sabah olanda əlbəttə ki, karnizin üstündəki izolyasiya da gedəcək və çətinliklə qopacaq. Sonra belə deyək də bərpa etmiş olsanız belə oradan hər zaman qeyri-sabit hava axını məhz içəri gələcək. Yəni belə deyək də izolyasiya prosedurunda sənə uyğun bir işi hesablamasan, sabah artıq orada problem olanda sənin işində də problem çıxacaq. Yəni bu belədir. Nəzərə alsaq ki, üstünə misal çəkək, bir nəfər kurtka ilə, üstündəki kurtka ilə köynəyi bir-birinə tikilmiş vəziyyətdə geyib. Yəni kurtkanın üzəri bulanan kimi ki, çıxardıb yuyulmalıdır. Əlbəttə ki, bütün əynində olan paltarlar çıxmalıdır. Yəni yun köynəklə kurtka bir yerdə çıxmalıdır. Yəni bu anlama gəlir. Ona görə də bizim tərəfimizdən gördüyünüz kimi artıq Penaplex məhsulu ilə bağlanır və üzərində poliuretan tətbiq olunur ki, bizə lazım olan hissədən tavanı bağlayaq və digər tərəf kimdir? Karniz tərəf istidə qalacaq, soyuqda qalacaq. Əsas bizə lazımdır ki, məhz gördüyünüz bu mansardın içi heç bir halda nə soyumasın, nə də qızmasın. Yəni kənar təsirlərə məruz qalmasın. Xeyirli olsun sahibinə.